Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu khayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammedin ve ehli beytihi tahirin. Ve la'natullah ala a'daihim a'da'allah. İlâ liqâillah amma ba'd. Allahümme veffaqna lima tuhibbu ve terada. Allahın lütfü inayəti ilə bu günləri ibrətamiz hekayələr və hadisələr dərsində bəhsimiz mərhum Allamə Məclisi rəhmətullah aleyhin Bəharul Ənvar kitabında getirdiyi xanım Zəhra salamullah aleyha ilə Həzrət Əmir aleyhisselamın ailə qurmağının evlənməyindəki hadisələrdən biri ailə qurma zamanı olan cehiz məsələsidir. Cehizlik məsələsi. Demək, məsələ bu cürdür ki, Bəharul Ənvarda qeyd olunan Həzrət Rəsul ki, bu evliliyə razılığın bildirdi, xanım da razılığın bildirdi, gəlir Həzrət Əmirə buyurur ki, dur ayağa, ya Əli, sənin xanım Zəhraya ailə qurban zaman ona nə qədər köməyini eləyə bilərsən? Mehriyə nə qədər verə bilərsən? Ağa buyurdu ki, mənim heç neyim yoxdur, bir dənə bu zərihimdir. İslam Peyğəmbər buyur, eybi yox, ged o zərihi sal, o zərihi sal, onun pulunu gətir, mehriyə ver. Elə deyilir, gedir bazarda satır və satdığı müqabilində aldığı pulu getirir, o pulu verir, İslam Peyğəmbərdir, bir neçə nəfəri göndərir, deyəcəyim şeyləri alır. Onlardan o ki, sahabələr alırlar xanım Fatımiyə Zəhra salamullah aleyha üçün diqqət edin. Birincisi, bəzilərinin hətta qiymətləri var, rivayətdə. Deyir, məsələn, 7 dirhəmlik dirhəm, bir də dinar. Dirhəm gümüş pula deyərdilər, bizim dilinizə xırda pul. Dinar isə qızıl pula deyərdilər. Yəni bizim indi dinlən manat, qəpik, əgər bölgə birdən bəli olsam, məsələn. Buyurur ki, bir paltar xanım Zəhra salamullah aleyha 7 dirhəmlik. Bir dənə niqab alıb 4 dirhəmə. Bir qara bir Xeybər parçasından olan qətvə, bir dənə demək yerə döşəməsi ki, xurma liflərindən və yarpaqlarından tikilmiş, düzəldilmişdir o, bizim də həsir. Və 2 ədəd döşək ki, birinin içində qoyunun yunu idi, birinin də içində deyir, xurma lifləri idi, xurmanın lifləri. Deyir, 4 dənə balış olub və bunların içində pərlərlə durur. Bir ipəkdən pərdə olub, bir dənə başqa bir Yəməndə məşhur ona Həsir-i Həcəri adlı bir həsir onu təxt olaraq verilir. Sonra bir dənə qab ki, əl-üz yumaq üçündür. Bir dənə su üçün, ya məsələn, qatıq bir şey üçün məşq deyərlər o vaxtları. Qədimdə bizdə, mən də heç görməmişəm, amma bizdən təxminən 50 il, 100 il bundan qabaq ki, yəni bizdən indiki əsrdən 100 il qabaq bu şeylər olub evlərdə. Məşq ki, onda su qabı və bir dənə qab ki, məsələn, bizdə ona deyilər avtoba, bu, o vaxt avtoba tək ayaq yolu üçün zat üçün istifadə olunmurdu. İndi, əgər diqqət eləsəz, Türkmenistanda, Qırğızıstanın qədim kişilərində görürsünüz, süfrəyə getirirlər bir qab ki, ona da avtoba deyirlər. Amma bizdə avtoba deyirlər pis mənayı yozulur, təkcə ayaq yolunda işdir. Bizdə üçün o, fəqət onun bir hissəsi bir dənə ora qaldı.
Amma yox, qədimdə bizdə o cür deyil. Məsələn, süfrədən qabaq getirərlər. Məsələn, Tacikistanda mən görmüşəm, Qırğızistanda, Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi yerlərdə ən azı sizdə də görürsünüz. Süfrədən qabaq, süfrəsən əllərini tökürlər, yaşlı kişilər məsələn, əllərini yuyurlar qonaqlar, ya süfrə yığılandan sonra, bax, ona da deyirlər, həmin o qava. Sonra saxsı qabı idi, sonra dəridən olan bir dənə süfrə olub və kufə parçasından çadır olub, bir dənə də su üçün məşq və bir miqdarda əti. Yəni, gördünüz, bu xanımın fəqət cehizləri olub. Yəni, cəmi cümlətan heç 20 ədəd cehizdə ədədlik bir şey yoxdur. Onun üçün də bir şeydir. Bu hadisə bizə nəyə öyrədir? Birinci budur ki, insan ki, ailə qurmağa başladı, İslam Peyğəmbəri bu hadisəni oğlan tərəfindən də başa salır, ailənin iqtisadiyyatını düzəltmək üçün sən hərəkət eləməlisən. Onu göndərir, bir zərihim var, zərehi saat, o zərehi və onun müqabilində qız tərəfidəki xüsusən əgər imkansızdır, kasıbdırlar, kömək elə ora. Bu demək deyir ki, məsələn, qız tərəfi də diqqət edin, Həzrəti Rəsul öz qızıdır, Peyğəmbər qızı idi, o zaman lider idi bu cəmiyyətə. Ay, bu cahı cəlal borcundan da olsa, beytulmandan da olsa, xeyr. Neyin var sənin? Düzləri, getdi. Buna ən vacib lazım şeylər nədir ailədə ilk qurmaq zamanı? Filan şey. Amma bugün nə bizdə? Filan ölkənin mebeli olsun. Filan, mən nə bilim, xurustar qabları olsun. Filan şey alırlar və istifadə də eləmirlər. Və əcib budur, xums da gəlir bunlara, xumsunu da çıxartmırlar. Hələ bir, bunların boyundan xums da gəlir şəhərə bir höküm. Mən nə bilim, filan şey, filan xac alırlar, yığırlar. Ailədəki məhəbbəti, o ailədəki o istiliyi maddi şeylər düzəltmir. Əgər bunların öz aralarında əvvəlcədən bir istək olmalıdır. Bu olmayan şeylə istəyirsən bahalı maşında hədiyyə elə, bahalı evdə hədiyyə elə, mən nə bilim cehizdə. Və görürsünüz, indiki zamanda evlilik niyə bədbəxt bir hala çevrilir? Cehizlər, mən nə bilim, bahalı, borcla. Və bir də görürsən, insanla qoca yaşına çatınca elə o borcları, kreditləri banka ödəyirlər. Diqqət edin. Kimlər eləyir bunu? Biz özümüz. Sonra da deyirik, ilahi, bizi niyə bu günə salmısın? Özümüzü bu günə salırıq. Diqqət edin, bir kişi tərəfə xəbərdarlıq eləyir ki, evin iqtisadi. Bəzən, məsələn, biz kəbin oxuyanda deyirik, məhriyyəni deyin sizə. Nə qədər məhriyyə, məsələn, biz əstəğfurullah, pulcat istəmirik ondan. Bu pul istəmək, bu demək deyir ki, ondan sonra gücünü alırsan. Yox ki, o bir sənə əmanət verir ki, sən özün də o pulu saxlamırsan. Onu da ev işlərinə xanım xərcləyir. Xanımın qeyri fəqət özünə xərcləmir. Xanım fəqət cehizlikdə ki, o ikisinin müştərək həyatına lazım olan şeylər alır. Yenə də bu pul, yenə də bu mehriyə dolanır, bu iki müştərək şəxsin həyatının təməlinə kömək eləyir. Və bunları düzəldir. Diqqət edin bu məsələyə. Amma indi cehiz filan bir şey olsun, bu oğlan tərəfi filan, qız tərəfi filan. Yox, ikisi də bir-biri üçün ortaq və müştərək həyatını ikisi tənzimləməlidir. Bəli, bir dənə ağsaqqal kimi böyüklər bunların tənzimləməsində kömək və məsləhət edirlər. Bizlər də bu cür olur. Əgər biz bu cür bu günləri bu formaya, bu Əhl-i Beytin sünnəsinə bizdən müraciət edib həyatımızı bu cür eləsək, evlənməkdə bir problem olar indiki cəmiyyətdə. Mən sizə sual verirəm. Keçən dəfəki bəhslə bu dəfəki bəhsə diqqət elədiniz. İslam Peyğəmbəri əleyhissalamdan soruşdu ki, sən nə oxumusan, harada işləyirsən? Bugün görsən, harada işləyir bu oğlan? Soruşmurlar, oğlan safdır. Onu axtarmırlar ki, oğlan saf insandır ya, yox. Harada işləyir? Gəlir nə qədərdir? Niyə?
Çünki biz Allahın rəzzaqiyyətdə, ruzu verməyində tövhid əqidəmiz yoxdur bizim. İşləri Allaha bizdən indi şərik edirik. Filan yerdə, nazirlikdə işlədir, qızım ged ora. Filan böyük vəzifədədir, nəf şirkətində işləyir, ged ora. Bunun nə qədər məsələn marketləri var, ged işlə ora. Filan bazar buna baxır, filan univermal buna baxır, ged buna. Bundan yaxşı tapmayacaqsan. Bugün bizlərdə ailə həyatı bu qədər cüzləşib, bu qədər nasaflaşıb. Ona görə diqqət edin. Özü cehizdə o pulları da ən vacibi müştərək həyatda lazım olan şeylər. Məsələn, bəzən bir də görsən mənə suallar verirlər sosial şəbəkələrdə. Xanım Fatimə salamun əleyhanın mehriyəsi nə olub? Biz qızlar da istəyirik, məsələn, mehriyəmiz ancaq o şeylərdən olsun. Deyirəm, bala, xanım Fatimə salamun əleyhə qurban olduğumun şəraiti başqa, sənin şəraitin başqa. Sən indi durub o həsirdən apara bilməzsən. Sən durub indi o parçadan, mənim o dediyim şeylərdən sənlidir. Sən də indiki vəziyyətdə bax, ən sadə və müştərək həyata lazım olan zəruri şeylər. Yoxsa mən nə bilim, bir də görürsən, alır. Elə bil ki, nə mənciz zat sunu, 100 dənə kasa, 200 dənə mənim stəkan. Müştərək həyatda 3 dənə, 4 dənə qonaq gələn uzağa başı 10 dənə stəkan bəsundur. Sən bir məciz zad açırsan burada. Alırlar da istifadə edənlər qalır, zayd olur. Sonra deyik, biz pul çatdırmırıq. İşsizlik, imkansızlıq. Allah ruzunu çəkib ərşə. Allah ruzunu ərşə çəkməyib. Siz yerin altına çəkmişsiniz bu. Diqqət eləyək yaşayışlarımızda. Ona görə rivayətlərimizdə var ki, qənaət insanı varlı edər. Ehtiyatsız edər başqasının əlinə baxmaqdan. Bizlər əgər həyatımızı bax bu cür qursaq, yəni bax həyata bax, oğlanlar mehriyəni verirlər, xanımların ailələrdə o mehriyə müqabilində bu müştərək həyata ən zəruri şey nə lazımdır alırlar, ya Allah, ailələrini qurub davam edirlər. İş, əgər bir insan safdırsa, axşam etməzi bir dənə çörək getirəcək evədə. Bir adam saf insan olmasın, təmiz insan olmasın, harada işləsin, onun getirdiyi çörək də özü kimi bulanlıq olacaq. Amma saf olsa, bir tikədə, balaca tikə çörək də getirsə, o kababdan da ləzzətli olacaq o 2 nəfərin həyatında. Amma o birisi kababda getirsə, zəqqum elə belə yiyirlər. Ona görə bizlər ailə quranda bu şeylərə diqqətli olaq. Nə qədər biz əhl-i beytin həyatımıza getirsək, dünya bizə behişt olacaq. Nə qədər biz həyatımızda, adımız əhl-i beyt davamçısı olsa, əhl-i beytin həyatını öz həyatımızda yaşamasaq, yəni o cür sadəlik, o cür mehribançılıq bizdə olmasa, o cür saflıq, o cür səmimilik olmasa, dünya bizdə cəhənnəm olacaq. Hələ o cəhənnəmdən qabaq bu dünya bizə cəhənnəm olacaq. Allah bizləri həqiqi əhl-i beytin davamçılarından qərar versin. Dildə yox, əməldə onların ardıcılarından olaq. Muhammed və ali Muhammedə salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed və accil fərəcə.